Bugün dekabrın 1-dən martın 1-nədək olan müddətdə yolların müəyyən hissəsində avtomobillərin qış təkərləri ilə idarə olunması məcburi olacaq. Bununla birgə meteoroloji şəraiti nəzərə alaraq qış təkəri olmayan avtomobillər hərəkət təkərlərinə sürüşməyə qarşı zəncir taxmaq məcburiyyətində olacaqlar. Qeyd edək ki, qış təkəri və ya sürüşməyə qarşı zəncir müəyyən edilmiş tələblərə cavab vermədikdə, polis əməkdaşı həmin şəxsin konkret ərazidə hərəkətini qadağan etmək hüququna malikdir. Yeni qaydalara əsasən minik avtomobillərində protektorun dərinliyi ən azı 3 mm, avtobuslarda isə 4 mm olmalıdır. Təkərlərin istehsal tarixi 10 ili keçməməli və üzərində qar dənəciyi işarəsi olmalıdır. Tələblərə əməl etməyən sürücülər yüzləri cərimələnəcək və sürücü vəzifəsindən 5 bal silinəcək. Qış təkərləri tələbi Tbilisi, dağlıq istiqamətlər də daxil olmaqla bir sıra beynəlxalq və daxili yollara şamil olunur.